Salam müəllimlər. Baxırıq 7-ci sinif rəqəmlərin testlərinə. Qidalanmaya ayrılan xərclər ailə büdcəsinin neçə faizini təşkil edir? Müəllimlər, qida bizim büdcəmizin hardasa yarısı qidaya gedir, düzdür? Deməli demişdik ki, burada 50 faizini, yəni yarısı olaraq yadda saxlamışdıq. Yaxşı, bəs 6-cı sinifdə qida məhsullarının alınması neçə faiz təşkil edirdi? 40%. Deməli, burada cavab olur D variantı 50%. Qidalanmaya deyirsə 40-50%, qida məhsullarının alınması deyirsə 40%. Uyğunlaşdırma testidir. Səhər yeməyi, axşam yeməyi, günorta yeməyi. Əmin olduğumuz odur ki, günorta yeməyi 50-dir, düzdür? 2-də A olanı götürürəm. 2A. Səhər yeməyi biraz çox yeyirik, amma axşam dedik ki, az yeyək. Deməli, axşam yeməyi 20-25, deməli 3-ə B. Səhər yeməyi 25-30, 1-ə C. C, A, B olacaq doğru cavabımız. C variantı. 1 qram orta hesabla nə qədər kalori, eyni zamanda 1 qram zülalda nə qədər karbohidrat və nə qədər kalori var. Deməli, gəlin birinci ilə bildiyimizi deyək. 1 qram yağda 9,3 kalori var. Düzdür? 1 qram zülalda və karbohidratda isə 4,1 kalori var. Deməli 9,1, burada yazırıq 4,1. Cavabımız olur A variantı. 9,3, 4,1 üzrsən 9,1 dedim. 9,3, 4,1. Hətta bunlardan biz misal məsələ də həll etmişik də. Yəni məsələn 5 qram zülal, 3 qram məsələn yağda nə qədər kalori var desə, onları vurub taparıq. 9,3-ə yağı tapmaq üçün, deməli zülalı tapmaq üçün 4,1-ə. Dar düzəltmək üçün en kəsiyi neçə olan ağac götürücüklərdən istifadə olunur. 4-ün 5-ə məmlər, 4-ün 5-ə. O dərsdə 4 rəqəmləri çox idi. 1 kvadrata 4 toyuq düşürdü, 4-5 aya satılırdı, yumurtlama dövrü 1-4 il idi. Yəni 4 rəqəmləri məmlər orada çox idi. 4-ün 5-ə, 4-ün 5-ə götürürük, tezliklərimizi götürürük. Deməli, toyuq hininin hər kvadratına kvadrat metrində neçə toyuq saxlanılır? İndi burada da bəlkə də indi maraqlı bir misal məsələ ola bilər. Məsələn, toyuq hininin hər kvadratına 4 toyuq düşür, düzdür? İndi bunu şagirdlərə keçmişik bu dərsi. Belə deyirik ki, uşaqlar, məsələn, biz bildik ki, bir toyuq hinində bir kvadrata məsələn 4 toyuq düşür. Təsəvvür edin ki, siz bir fermer açmaq istəyirsiniz, bir fermer tikmək istəyirsiniz. Orada məsələn təqribi hardasa sizin tutalım ki, məsələn, nəzərdə tutmusunuz ki, məsələn, indi nəyi biz 4-ə vuraq? Hələ ki, kiçik bir termir olsun, 80 olsun. Yaxşı, bax 80 toyuq saxlaya biləsiniz orada. 80 toyuq saxlamaq üçün sizə neçə kvadrat toyuq hini tikmək lazımdır? Avtomatik uşaqlar nə edəcək? 1 kvadrata 4 dənə düşürsə, indi 80 toyuğu da 4-ə bölüydüm məmlər. 20 kvadrat olur. Bir dənə onun cavabını yazın. Məsələ qurdum özümlə. Deməli, bilin ki, imtahan suallarına desələr yazın. Yəni, gözəl suallar gözləyir müəllimələri. Müəllimlər, bir dənə mənim məsələmi həll edin elə. Mənim məsələmi həll eləsəniz, bilin ki, 51-i keçdiniz. Deməli, mən nə dedim? 80 dənə toyuq var. Pulumuz satır ki, 80 dənə toyuq alaq. 80 dənə toyuq üçün indi mən hin tikmək istəyirəm. Neçə kvadrat hindən istifadə edəcəm? Yəni, hin neçə kvadrat olacaq ki, orada 80 dənə toyuq yaşasın? Neçə kvadrat olur? 160 və mən 20 dedim. Bax, 1 kvadrata 4 dənə düşürsə, 80 dənə toyuq neçə kvadrat edir? 80-i 4-ə vuracaq aslında. Mən niyə elədim bəs? Gəlin bir dəfə də baxaq. Deməli, neçə toyuq oldu? 80 toyuğumuz varsa, 20 kvadrat hin tikməliyik ki, 20 vuranda 4-ə 80 toyuq olur. Bəli, deməli, 1 kvadrata neçə toyuq düşdü? 4 toyuq düşdü. Cavab oldu Y variantı. 6-cı suala baxırıq, uyğunlaşdırın. Bax, bu sualı deyirdim sizə.
6-cı sinif, 5-ci sinif və 6-cı sinif rəqəmlərində demişdim, izah eləmişdim. İndi siz yazın. Deməli, toyuq neçə gün kürt düşür? Xahiş edirəm, variantını tapmayın da toyuğa bilirsiniz. Toyuq neçə gün kürt yatır? Hinduşka neçə gün kürt yatır? Qaz ördək neçə gün kürt yatır? Buyurun. Niyə onu götürsəniz, götürmə səbəbinizi də yazın. Deməli, nə demişdi? Toyuq 21 gün, onu bilirik, düzdür. Toyuq 21 gün. Hinduşka bir dənə sayın 8 hərfdən ibarətdir. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 hərfdən ibarətdir. 28 oldu hinduşkaya. Qaz 3 hərfdən ibarətdir. Bu 3-lər də oldu qaza. Deməli, hinduşka 28 gün, qaz 30-31 gün, toyuq 21 gün onu bilirik. Yenə də deyirəm müəllimlər. Qaz təsadüfdən, yəni burada kitabda 30-31 gün yazıb. Kitabda yazmayıb. Əslində bu əlavə məlumatı testlərə bəzən düşür. Deməli 30-31 gün yazıb. Hinduşkada da 28 gün yazıb. Biz də bilirdik də biri 30-31 idi, biri 28-dir. Amma hansında da deyirdik, özümüzü çaşdırırdıq. Hinduşka 8 hərfdir. 8-i görsəyir, 28-dəki 8-ə görə hinduşkanı götürürük əlaqələndirmək üçün. Qaz da şərtdən ibarətdir. 30-da da 3 var. 30-31 də aid olacaq qaza. Evet, variantı ehtiyac yoxdur. Çünki bunlar görürsünüz bir-birinin altında deyil. Elə A, B, C olar yəqinçə. Cavabımız elə olar A variantı. Çünki 21 toyuqdan aşağıdadır, 28 hinduşkadan aşağıda, qaz ördəkdə 30-31. Yəni bunlar məntiqlə də uyğunlaşdırıb tapmaq olar. Toyuqların ən məhsuldar yumurtlama dövrü. 1-4 il. Orada yəni o mövzuda 4 rəqəmləri çox idi. 1-4 il. Yəni yaşlaşır da 4 ilin toyuğu artıq yaşlaşır. Yaşlanır, artıq yumurtlaya bilmir. Ən yaxşı 1-4 il yumurtlama dövrü olur. Cüzələr satılmaq üçün çəkini nə qədər vaxta toplayır? Həyatda normalda 6 aya, məsələn deyirlər ki, 6 aylıq cüzədir. Hə. 6 ay düzdür, ondan da biraz balaca olur da. 4-5 aya toplayır, bəli, 4-5 aya. Yenə də deyirəm, 4 rəqəmi burada yenə də var. 4-5 aya satılmaq üçün çəkini toplayır. Şurupları elə vurmaq lazımdır ki, onların başlıqları qapağın səthindən nə qədər dərin işlənsin. Bu da şagird partalarındakı şuruplardır. Orada biz nə edirdik? Şurupları vururduq və biraz dərinə işlənirdi və onu su məhlulu üzərinə örtürdük. Deməli, nə qədər dərin işlənirdi? 1-2 millimetr. Amma kənara nə qədər çıxırdı şurup divardan? 2-3 millimetr. Cavab olur 1-2 B variantı. Millimetr. Deməli, qapağı taxta lövhəyə əlavə olaraq tam keçirməklə hansı ölçüdə və neçə şurupla bərkitmək məqsədə uyğundur? Deməli, biz demişdik ki, 5-in 50-yə 2-4 şurupla. 2-4 şurupdan istifadə olunurdu. İndi burada da müəyyən situasiyalar yaranır. Düz düşməyəcək imtahana, amma yenə də deyək. Deməli, məsələn, mən burada bilməliyəm də, yaxşı, 2-4 şurupdursa, 2-4 şurup lazım olursa bizə. Tutalım ki, məsələn, indi bizə 10 dənə, məsələn, parta üçün nə qədər şurup lazımdır? Minimum. Yəni, mən şurup almaq istəyirəm. 10 dənə təmir ediləsi parta var məktəbdə. Mən şurup alanda nə qədər sayda şurup almalıyam? Ən azı, yəni minimum nə qədər ala bilərəm? Ya da ki, çoxu nə qədər almalıyam maksimum? Hə, bunu da bilməliyəm də, mən bilməliyəm ki, mənə nə qədər şurup lazımdır, düzdür? Bir parta üçün 2-4-dürsə, maksimumdursa, yəni 4-ə vuraram. İndi bilmirəm neçə dedim, 10 dedim, sonra 4-ə vuraram, 40 şurup lazımdır. Məsələn, hardasa mənə 20-40 şurup lazımdır 10 dənə parta üçün. Belə bir maraqlı situasiyalar da ola bilər, çətin deyil, asan deməlidir. Sonra 11-ci suala baxırıq. Neçə növ çərçivə ayaq birləşməsi mövcuddur? 3 növ çərçivə ayaq birləşməsi mövcuddur. Bunu bilirəm, amma yenə də deyirəm. Hansılarda deməliyəm də mütləq. Deməli, zivana yuva, ara kəsmə, bir də şurupla. 3 növ çərçivə ayaq birləşməsi var. Təmir edilən stolun sayı neçə ədəd olduqda əl ilə təmir etmək mümkündür? Yəni, az olduqda mənlər az. Amma mən bu azda nədənsə 1-2-ni götürmək istəyirəm. Amma nə demişdim sizə? Nə yadda saxlamışdıq? Əl ilə yerinə yetirilir. Neçə dənə əlimiz var? 2 dənə. Birinci rəqəmimiz olur 2. 2-3 ədəd. 2-3 ədəddirsə, əl ilə yerinə yetirilirdi. Amma 2-3 ədəddən çoxdursa, maşınla edirdik. Deməli, 2-3 ədəddirsə, əl ilə yerinə yetiririk. Cavabımız olur C variantı. Əl deyəndə 2 əl yadımıza gəlir də, düzdür? Demişdim axı, 2 əllə yadda saxlayaq. 2, 2-dən sonra da 3 gəlir.
Say. S-A-Y 3. E-L 2. 2, 3. Ama mən olsam yenə də bu 1-2-də gözüm qalar. Sonra lak neçə saata qismən quruyur? Variantlara baxmayın, onlar sizi çaşdıracaq. Deməli, lak bax bu 168 saata tam quruyur, yəni 7 günə. Amma 2 günə, yəni 48 saata qismən quruyur. Deməli, qismən quruyur neçə saata? 48 saata. Buyurun. Deməli, mənlər. Nə dedik biz burada? Sadədir. Mən niyə biraz gözlədim, yazılarınıza baxdım, dedim bəlkə hansısa sual çətinliyiniz var. Ekran kaydı göndəriləcək inşallah, narahat olmayın ölmür. 1 kub santimetr şam ağacı oduncağı 0,5 qram kütləyə malikdirsə, onun sıxlığı nəyə bərabərdir? Sıxlıqda yəni vururduq da, düzdür? Deməli 0,5 qram kub santimetrə bərabər olacaq. Rəqəm olduğu kimi qalır, sadəcə qram kub santimetr kimi yadda saxlayırıq. Qram santimetrin kubu kimi yəni vururuq da biz onu yadda saxlayırıq. Sadədir. Cavab olur B variantı. 15-ci suala baxırıq. Oduncaq məmulatlarının hazırlanması üçün rütubətli neçə faiz olan quru oduncaq tələb olunur? Bax, burada oduncaqdır, rütubəti görən kimi 60-80-i götürməyin, ha. Sizdən demir ki, yeni tədarük olunmuş, yəni yeni kəsilmiş ağacın nəmliyi nə qədərdir, demir. Deyir ki, sən nəsə hazırlamaq istəyirsən, burada rütubət nə qədər olmalıdır? Yəni, nə qədər qurutmalısan ki, rütubəti bu qədər olmalıdır ki, ondan nəsə hazırlayasan. 6, yox, 8-15 üzrsən, 8-15 faiz olmalıdır qurutmaq. Amma yeni tədarük edilmiş ağac desəydi, orada 60-80-i götürərdik. Elə həmin sualımız da buradadır. Deyir ki, yeni tədarük edilmiş oduncağın nəmliyi neçə faizdir? 60-80 faizdir. 60-80. Cavabımız olur D variantı. Uyğunlaşdırın. 80-dən çox 80-ə dək 40 olduqda. Gəlin baxaq. Açıq bir qat 40 olduqda, düzdür? 2-də yazıram A. Açıq 2 qat 40-dan 80-ə qədər. 3-ə yazıram B. Açıq 3 qat 80-dən çox. 1-ə yazıram C. C, A, B. Doğru cavabımız olur B variantı. 18-ci suala baxırıq. Bir qat zivananın qalınlığı detalın qalınlığının hansı hissəsinə bərabərdir? 0,4 hissəsinə bərabərdir. C variantı. Elektrik ütüsü neçənci əsrdə yaradılıb? Mərmər adi ütü 17-ci əsrdə yaradılıb. Elektrik ütüsü isə 20-ci əsrdə yaradılıb. Cavab oldu B variantı, 20-ci əsrdə. Ütü neçə hissədən ibarətdir? Ütünün neçə hissəsi var? İndi bura yazmalıdır əslində. Elektrik ütüdürmü, yoxsa adi ütüdürmü? Ütü 14 hissədən ibarətdir. 14 hissədən ibarətdir. Fen neçənci əsrdə icad olunmuşdur? Fen 19-cu əsrin sonlarında icad olunub. 19-cu əsrdə. A variantı. Fen neçə hissədən ibarətdir? Fen 10 hissədən ibarətdir. Müəllimlər, fen, n, o, n, n. N ilə bitirdik ikisi də. Fen 10 hissədən ibarətdir. Saçların qurudulması üçün fndə təxmini neçə dərəcəyə temperatura malik güclü hava axını yaranır? 60 dərəcəyə malik hava axını yaranır. Fen ilə baş arasında məsafə nə qədər olur? Bunu bilirsiniz. 15-20 santimetrdən az olmamalıdır. Yəni 15-20 santimetr olur. Birin 5-ci suala baxırıq. Feni eyni nöqtədə nə qədər saniyədən saniyə saxlamaq olmaz? Yəni nə qədərdən artıq saxlamaq olmaz? Yəni feni başımızda bir yerdə 2 saniyədən çox saxlamaq olmaz. Həqiqətən də feni nəinki 2 saniyə, 1 saniyə biraz qurudandan sonra fen qızır, saçın dərimizi yandırır da. Yəni 1 saniyə belə dözə bilmirik, düzdür? 2 saniyədən artıq eyni nöqtədə saxlamaq olmaz. B variantı. Poladda neçə faiz karbon var? Baxın, məndən Poladda 2 dənə D hərfi 2% demişdim, düzdür? 2%. Suqunda daha çox idi məndən. Poladda
2% karbon var. Çuqunda isə 2-4% karbon var. Deməli, çuqunda 2-4% karbon var. Poladda 2% karbon var. Cavabımız olur 26-da Y, 27-də A variantı. Deməli, uyğunlaşdırın. Polad, əlvan metal, çuqun, tunç. Bu deməli, bu nə ola bilər sizdə? Bu onun çapımı bucağıdır yəqin ki. Məsələn, əmin, gəlin bunu variantını tapaq. Çuqunu da qalsın hələ bu. Deməli, polad 60 dərəcədir. Əlvan metalda 35-40 dərəcə düzdür. Yerdə qalır çuqun tunç. Bu da 60-ı götürürük. Yox, 60 yox, 80 götürürsən, 80-i götürürük. Bilmə, bu nə yalan deyim, bizim kitabda yoxdur. Yəni, mən rast gəlmişəm əslində buna testlərdə. Yəni də əvvəlki kitablarda da, yəni də əlavə material da ola bilər. 80-i hardasa yadda saxlaya bilərik. Burada neyindir? Variantla tapırıq. İndi mən sizə demirəm, nəyəsə yadda saxlayın. Əgər bizim kitabımızda yoxdursa, bizim haqqımızdır ki, onu tələb edək. Yəni, mən burada düzdür, variantla tapdığıma görə işim yoxdur, amma belə suallara qarşıyam mən özümdə. Burada variantla tapırıq ki, polad 60-dır, əlvan metal 35-40-dır. Deməli, yerdə də qalır çuğunla tund, orada 80 əlavə edirik. Cavabımız olur B variantı. Metalın tapılması üçün çəkisi nə qədər olan çəkizlərdən istifadə olunur? Deməli, 400-500 qram olan çəkizlərdən istifadə olunur. Yarım kiloqramla yadda saxlamışdıq da 500 qram görürsünüz. Deməli, 400-500 qram olan çəkizlərdən istifadə olunur. Bilək zərbəsi, çiyin zərbəsi, dirsək zərbəsi. Yalnız bilək gücü hesabına deyirsə, bu bilək zərbəsi düzdür. 1-ə yazıram C. Deməli 2, 3, 3, 5 var. Çiyin var, dirsək var. Çiyin zərbəsi daha güclü olar, yoxsa dirsək zərbəsi? Təbii ki, çiyin zərbəsi. Təsəvvür zərbə endirirəm, çiyinim hərəkət edir. Deməli, möhkəm zərbə endirmişəm. Zərbə endirirəm, çiyinimdə heç bir şey baş vermir. Sadəcə dirsəyimdə biraz, dirsək ornaqlarımda biraz hərəkət baş verir. Deməli, bu biraz aşağı səviyyədir. Deməli, çiyinə 3, 5, dirsəyə 2, 3. 3-ə yazıram A, 2-də yazıram B. Yəni, yalnız bilək gücünə aparılır bilək zərbəsi. 3-4 mm deyirsə çiyin zərbəsi, 3-5 mm deyirsə çiyin zərbəsi, 200 mm deyirsə dirsək zərbəsi. Cavabımız olur CBA. D variantı. 1 kiloqram balığa neçə litr su tökülür? 1 kiloqrama 1 litr su götürürdük mənlər. 1 kiloqram balığa 1 litr su götürürdük qaynadılmada. Uyğunlaşdırın. Baxın mənlər, görürsünüz ki, burada xırda balıq var, orta ölçülü balıq var, 2 dənə rəqəm var. Və burada variantlarda da A, B, C, D, 4 dənə də sütun var. Burada da variantlarda baxıram ki, hərəsində birini götürməliyəm. Yəni, bunun ikisi burada bizi çaşdırmaq üçündür. İndi bunlara heç baxmırıq. Deməli, biz deyirik ki, xırda balıq 10-15 dəqiqə, 10-15 dəqiqə qaynayırdı. Orta ölçülü balıq isə 15-20 dəqiqəyə qaynayırdı, düzdür? İndi burada 100 dənə də rəqəm olsa, bu dediklərimizi biz o içindən seçməliyik, düzdür müəllimlər? Deməli, 10-15 hardadır burada? C-dədir. 1-ə yazıram C. 15-20 hardadır? A-dadır. 2-də də yazıram A. Deməli, 1C, 2A doğru cavabımız oldu. A variantı. Otuz üçüncü suala baxırıq. Qoyun cəmdəyinin orta çəkisi nə qədərdir? Qoyun deyirəm, əmr, quzu demir. Qoyun cəmdəyinin orta çəkisi 15, 18, 30 idi. Üzülürsən, 18, 30 kiloqram idi. Uyğunlaşdırın. Burada 3 dənə görürsünüz, düzdür? Burada isə 4 dənə hərf var. Burada hansı yanlışdır? Bax, 2 həftədən 3 aya qədər, 2 yaşdan yuxarı, 3 aydan 3 yaşa qədər, 3 yaşdan yuxarı. 3 aydan 3 yaşa qədər, 3 yaşdan yuxarı, 3 həftədən 2 yaşdan yuxarı yox idi mənə. Bu C-ni silirəm. Düzdür? C-ni silirəm. 2 yaşdan yuxarı yoxdur. 2 yaşdan 2 həftədən 3 aya qədər. 3 aydan 3 yaşa qədər. 3 yaşdan yuxarı, amma 2 yaşdan yuxarı yox idi. Bu səhvdir. Bunu sildik. Sonra, indi elə bir variantı varsa, orada C varsa, onu da silirik.
Bunları da sildim. C olanları da sildim. 2 dənə cavab qaldı. İndi yadımıza salırıq. Sadə əslində. Deməli, danadırsa azdır da bunun yaşı. 2 həftədən 3 aya qədər dana götürərəm. 3-ə yazaram A. Sonra yaşlıdırsa çox olar da. Yəni yaşı çox olar. 3 yaşdan çox. 3 ildən də çox. 3 yaşdan çox yaşlı olar. 1-ə yazıram D. Cavandırsa, yəni 3 ay nə körpə deyil, nə ay deyil də. Ayda da 3 ay keçir. 3 aydan 3 yaşa qədər, yəni yaşlı deyil, 3 yaşa qədər, 3 yaşdan sonra yaşlıdır. Deməli 1-ə də 2-də də yazıram B. D, B, A cavabımız olur ənənəyə sadiq olaraq A variantı. Sadə sual idi müəllimlər. Heç bunu silməyə də ehtiyac yoxdur. Özünüz elə cavablaya biləcəksiniz. Məsələn, dana əti 2 həftədən 3 aya qədər. Cavan heyvan 3 aydan 3 yaşa qədər. Yaşlıdır 3 yaşdan yuxarı. Sümüklər qalsın, mən 36-ya keçdim. Deməli, südəmər buzov əti neçə həftəlikdir? Südəmər buzov əti 2-10 həftəlikdir. Sadəcə bunu bilirsiniz. Bölünmə zamanı itkilər ətin neçə faizini təşkil edir? Bölünmə zamanı həmin o itkilər 28% təşkil edir. Burada da əslində praktik işlər olmalıdır. Məsələn, mən bunu dedim, əzbərlədim. Məsələn, bunu 8-ci sinif şagirdlərinə keçiriksə, onlar da artıq böyük uşaqlardır da, yəni riyaziyyatı da bilirlər. İndi həyatda bir praktikalar da var, görürlər də. Onlar bizə belə bir sual verəcəklər ki, yaxşı müəllimə, 28% əgər itkidirsə, nə qədər itki olur görəsən? Məsələn, müəllimə, indi 50 kiloqram çəkisi varsa qoyunun, onun 28% itki olacaqsa, görürsən neçə kiloqramı itki oldu? Sonra o bir uşaq deyəcək, görürsən neçə kiloqramı təmizat olacaq? Görürsən, yəni nə qədər təmizat olacaq? Düzdür, müəllimlər? Deməli, burada nə olur? Bundan bir hesablama da yəni olsa sevinərik, yəni gözəl olar. Yəni maraqlıdır da, yəni niyə silosdan düşürsə, bundan niyə düşməsin? Dayı silosdan bezdik də. Deməli, nə oldu burada? 28% hesablayırıq. İndi 50-nin 28%-ni tapırıq. Sonra 50-dən də tapdığımızı çıxırıq. Nə zaman çıxırıq tapdığımızı? Təmiz at nə qədər qalır onu bilmək üçün. Bəs itkilər nə qədər olduğunu bilmək üçün 50-nin 28%-ni tapırıq. Davam edirik müəllimlər. 37-ci sual. Azərbaycan mətbəxində neçə növ şorba var? Müəllimlər, restoranlarda 100-dən çox şorba var. Amma Azərbaycan mətbəxində 30-dan çox şorba növü vardır. 38-ci suala baxırıq. Fleyerlərdəki deşiklərin sayı nə qədərdir? Fleyerlərdəki deşiklərin sayı 24-35 mindir. Baxın, cüt rəqəmlər 1, tək rəqəmlər 1, 2, 405. 24-35 mindir. Yaş vəziyyətdə viskoz parçalarının möhkəmliyi neçə faiz aşağı düşür? Yaş vəziyyətdə bəli viskoz parçaları 50-60% öz möhkəmliyini itirir. Bu doğrudur. 38-ci sualda görüm nə yazmışsınız? Maraqlı bir üsul yazdınız. Deməli, mənlər bu nədir? 50-60. Bəlkə də bundan əvvəlki sualdır. Deməli, 24-35 min, burada da 50-60% möhkəmliyini itirir. Mövzumuzun testləri bitdi.